Şuşa beynəlxalq turizm gündəmində öz yerini daha da möhkəmləndirir. İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı statusu da şəhərin mədəni irsini və turizm potensialını dünyaya tanıtmaq üçün yeni imkanlar açır. İƏT-in turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclasının və Gastronomiya gününün keçirilməsi də Şuşanın turizm cazibəsini artırmağa xidmət edib. Şuşanın turizm paytaxtı seçilməsi regionun potensialını nümayiş etdirmək üçün strateji fürsətdir. Bu fikir İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclasında səsləndirilib. Tədbirdə İƏT üzv ölkələrin nümayəndə heyətləri, turizm üzrə ekspertlər və müvafiq qurumların təmsilçiləri iştirak ediblər. Daxili prosedurların dəyişdirilməsi üzərində fikir mübadiləsi aparılır və təşkilatın ölkələrə daha çox töhfə verməsi üzərindən keçiriləcək bu fikir mübadilələrində nəticə olaraq yeni layihələr təsdiqlənəcək. İclasda İƏT Turizm Nazirlərinin 7-ci görüşünə hazırlıq məsələləri, 6-cı görüşdə qəbul edilən qərarların icra vəziyyəti, 2030-cu il üzrə İƏT Turizm paytaxtının müəyyənləşdirilməsi məsələləri nəzərdən keçirilib. Eləcə də Şuşa bəyannaməsinin layihəsi üzrə fikir mübadiləsi aparıldı. Şuşa qədim şəhərlərdən biridir və təşkilatın turizm paytaxtı olması təkcə Şuşa üçün deyil, bütün Qarabağ bölgəsi və Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, bu konfrans və bu görüş öz bəhrəsini verəcək. Şuşa şəhərini və bütün Azərbaycan xalqını təbrik edirəm ki, bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan olunub. Bu çox yüksək bir addır. İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun iclasından sonra Kulinariya və Gastronomiya festivalı keçirilib. Təşkilata üzv ölkələrin milli mətbəx nümunələri təqdim olunub. Birinci dəfədir ki, Şuşadayam. Çox xoşum gəldi. Burada biz özbək plovu hazırlamışıq. Milli şirniyyatlarımızı da təqdim edirik. Halva və çörək məhsulları da nümayiş olunur. Biz öz milli mətbəximizi qonaqlara təqdim edirik. Un məhsullarından ət məhsullarına, içkilərdən şirniyyatlara qədər. Siz burada həm də bizim çörək məhsullarımızı da görə bilərsiniz. Kulinariya festivalı bədii proqramla başa çatıb. Nizami Kino Mərkəzində Qərbi Azərbaycan irsini